Elhamdülillah Rabbil alemin ve salatu ve selamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in amma ba'd. Yəni necə ki, məlumdur ki, İslam dini bütün bəşəriyyətə göndərilmiş Allah Azza və Cəllənin bir dinidir. Necə ki, Allah Azza və Cəllə buyurur ki, Qul ya eyyuhən-nas inni Rasulullah ileykum cemiyan. De ki, ey insanlar, mən sizin hamınıza olan Allahın elçisiyəm. Yəni bunu Quran-ı Kərimdə Allah Azza və Cəllə Peyğəmbər sallallahu aleyhi ve sellemə buyurur. Deyir ki, de ki, ey insanlar, mən sizin hamınıza olan Allahın Rasuluyam, bütün insanlara. Deməli, bu İslam dini bütün insanlara gəlib. Yəni, hamıya əmr olunub ki, İslama tabi olsunlar. Və həmçinin Allah Azza və Cəllə buyurur ki, İnnə dinə indəllahil İslam. Deyir, Allah qatında din yalnız İslamdır. Allah qatında din yalnız İslamdır. Və başqa ayda Allah Azza və Cəllə buyurur ki, وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Yəni, kim İslamdan başqa bir din ardınca gedərsə, o din ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar. Birdən sual yaransa ki, bəs onda İslamın adını heç vaxt eşitməyən və yaxud da ki, xristiyan ailəsində böyüyüb, boya başa çatıb, xristiyan kimdə vəfat edən insanın halı necə olacaq? Bəs Allah adildir axı, Allah Azza və Cəllə adildir. Buna cavab olaraq deyirik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bunun cavabını verib bizə. Bu haqda danışıb və dində elə bir məsələ yoxdur ki, izah olunmasın. Hər məsələ dində izah olunub. Və buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Lə yəsmə'u bi min hədihil ümmə yəhudiyyun və lə nəsraniyyun sümmə yəmut və ləm yu'min billəzi ursiltu bih illə kənə min əshabin nar. Deyir ki, məni eşidib, mənə iman gətirməyən hər yəhudi, hər xristiyan cəhənnəmdə olacaq. Kim ki, məni eşidib və mənə iman gətirməyib. Yəni, burada alimlər deyirlər ki, eşitmək həqiqi eşitmək olmalıdır. Yəni, necə ki, Peyğəmbər sallallahu aleyhi ve selləmi onun peyğəmbərliyini düzgün şəkildə eşidən, yəni onun peyğəmbərliyini düzgün şəkildə bilən bir insan olmalıdır. Əgər o Peyğəmbər sallallahu aleyhi ve selləmi düzgün eşitməsə, yəni onu, sanki o eşitib Muhammed haqqında bir insan sallallahu aleyhi ve sellem, amma onun haqqında pis sözlər eşitib, ona pis çatdırıblar. Yəni, bu şəxs üzürlü ola bilər. Bu şəxs üzürlü ola bilər. Qiyamət günü o fitrət əhli kimi, fətra əhli kimi, fitrət yox, fətra əhli kimi o insan imtihan oluna bilər. Bu iş Allaha qalıb. Bu iş Allahın əlində. Lakin biz ona zahirdə yenə də qeyri-müsəlman kimi müamilə aparırıq. Çünki o bizim üçün qeyri-müsəlmandır. Lakin o qiyamət günü üzürlü olacaq, olmayacaq, bu Allah qatındadır. Əgər ona çatmayıbsa üzürlü ola bilər. Bunun dəlili nədir? Bu məsələnin dəlili, necə ki, İmam Albani rahimehullah buyurur ki, böyük mühəddis, ümmətin hədis alimi, deyir ki, baxın, deyir, əgər bir insan gəlib bizə desə ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmi yuxuda görmüşəm. Biz ona ilk sualımız olur ki, qardaşım, sən necə görmüsən? Peyğəmbər sallallahu aleyhi və səlləm necə görmüsən? Hansı şəkildə görmüsən? Misal üçün, o deyir ki, saqqalsız bir kişi idi, ağ qiyafədə, başında təkkəsi və s. Biz deyirik ki, sən Allah Rasulunu görməmisən. Nəyə görə? Çünki hədisdə gəlib ki, mən ra'ani fil mənami fəqad ra'ani. Deyir ki, kim əgər məni yuxuda görərsə, o həqiqi məni görmüş sayılır. Çünki buyurur ki, hədisin arxasında, çünki şeytan mənim surətimə girə bilmir. Və Şeyx Albani rahimullah deyir ki, necə ki, biz burada həqiqi görməni tələb edirik, eləcə də deyir, o insanlardan da həqiqi eşitməni tələb etməliyik. Yəni, onlar hökm cəhətdən, onların axirətinə hökm cəhətdən. Yoxsa ki, Allah heç kimə zülm eləməz. Allah heç o haqq çatmasa heç kimə əzab verməz. Və bu, çoxu insanlarda sual necə olur deyə Allah onlara əzab verir. Bax, Allah Azza və Cəllə buyurur ki, Quran-ı Kərimdə, وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Biz Rasul göndərib, haqqı bəyan etməmiş əzab vermərik. Və başqa ayda bu ki, Rusulən mübəşşirin və munzirin lə yəkunə linnəs alillah hüccətun bə'də rusul. Biz müjdəliyən və xəbərdar edən elçilər göndərdik ki, insanların Rasullardan sonra bəhanəsi qalmasın, heç bir bəhanəsi olmasın. Yəni, əgər insana haqq çatıbsa, onun bəhanəsi olmayacaq. Və yaxud, insan özü araşdırmır, maraqlanmır. Yəni, onun yadına düşür, o bilir ki, Allaha ibadət etməlidir. Yəni ki, insanın fitrətində Allah Azza və Cəllənin
mövcudluğu var, Allahın hər şeyi yaratması var. O bunu bilir, lakin addımlamır Allaha tərəf. Bu insanlar da, yəni onların o səhlənkarlıqlarına görə qiyamət günü onlara əzab olunacaq. Yəni necə ki ayədə gəlir, Allah Azza və Cəllə heç vaxt qullarına zülm edən deyil. Yəni lakin insanlar öz-özlərinə zülm edirlər. Yəni vallahu a'la və a'lam. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.